Hazırda Şekovda fasadın izolyasiya işlərinin artıq astar qatı gedir. Bizim usta yoldaşlarımın yanına sizə məlumat verəcəm. Usta yorulmayın, sağla qüvvət versin. Allah kömək olur. Görürsünüzmü? Bu məhsul adı bildiyimiz mata deyil. Üzlük qatı üçün nəzərdə tutulan məhsullardır. İstilik lövhələri, istilik izolyasiya lövhələri üçün nəzərdə tutulan materialdır. Bax, material aşağıdadır. Bundan əvvəlki videolarımızda sizə göstərmişik məhsulumuz. Penaflex, Stena 50 mm qalınlığında olan məhsullu digər tərəfdaşlarımız gedir. İndi gedirəm o tərəfdə sizə geniş və ətraflı məlumat verməyə. Usta cəzənizlə o tərəfə keçə bilərəmmi? Keçək bu tərəfə. Görürsünüzmü? Pəncərə kənarları da izolyasiya olunmalıdır. Səbəb budur ki, hər divarın hər bir yeri isti olanda, çünki çöldən izolyasiya olunur. İzolyasiya olunanda divar içərdən artıq kamen sistemi olur. Divarçı qızır. Həm bu hissələr soyuq olanda başlayır reaksiya verib içərdən tərləməyə, pəncərənin içərisi başlayır diblər qaralmağa. Adətən izolyasiya olunan evlərdə daha çox müşahidə olunur sonradan. Səbəb də budur ki, dediyim kimi kamen sistemi yanır. Divarlar qızır içərdən. Lövhə izolyasiya qədər. Çünki izolyasiyasız olanda şeh nöqtəsi yaranır divarın mərkəzində. Artıq ki, izolyasiya olunandan sonra şeh nöqtəsi yaranmır. Çünki reaksiya yoxdur. Və nə edir? İstilik içərdən qızdıra-qızdıra gəlir izolyasiyanın altına qədər. Bu tərəfində izolyasiya olub, digər tərəfində olmayanda artıq nə olur? Həmin reaksiya burada gedir. Pəncərə kənarlarında gedir. Bu reaksiya, yəni isti ilə soyuğun toqquşması, bizim dildə desək, toqquşmasından şeh nöqtəsi tərləmə əmələ gəlir. O tərləmə də zamanla durmadığı üçün qalır məhz divarların içi qaralır. Bax, beləcə işlərimiz bu formada icra olunur. İndi keçək olursa tərəfə görə orada məhkəmə işlərimiz gedir. Digər yerdə də gördüyünüz kimi pəncərə kənarları işlənir. Bu məhsulun, həmin məhsulun xammalıdır, sulu, quru versiyasıdır, Stena. Bu da məhsulun sulusudur, yapışdırıcısıdır. Görürsünüz, kənarların hamısı doldurulmalıdır ki, bura su qatı girməsin və ya yapışqanlığı daha da möhkəm olsun. Yəni bu yapışdırıcıların yapışqanlığı çox möhkəm olur. Hətta artıq çıxartsam belə sulağı çıxardır, amma özü qopmur. Yəni elə bir güclü yapışması var. Ona görə də siz bu yapışdırıcını zarafat bilməyin. Pəncərə kənarları yavaş-yavaş işlənir. Gedirik digər usta yoldaşlarımızın yanına. Yadınızda bundan əvvəlki videoda göstərmişdim. Bu hissə işlənməmişdi. Artıq demək olar burada işlənir. Keçdik bura. Bəli, bura gördüyünüz kimi balkon sahəsidir. Simmetriya nəzərə alaraq o hissələr işlənməli idi. Bura ehtiyac yoxdur. Amma digər tərəfə ehtiyac var. Çünki onlar yaşayış sahəsinə düşən yerlərdir. Görürsünüz, bax, bu hissələrin hamısı izolyasiya olunacaq. Ta ki, bu divar tamamən bitənə qədər. Keçək digər yerlərə. Bu hissənin sonu necə olacaq? Bundan əvvəlki videomuzda məlumat vermişdim. Təkrar məlumat verməyim sizə. Gəldik, çatdıq mənzilin qarşı tərəfinə. Bu yan tərəfləridir. Ustamız aşağıda işləyir. Əllərinə sağlıq. Artıq birinci cərgəni işləyir. Birinci sıranı işləyir. Keçək evin qarşı tərəfinə. Evin fasadına vurulacaq nümunələrdir. Gətirib qoyurlar. İndi sonda bəli, bəzən soruşurlar ki, müəyyən daşları nəsə vurmaq olar Penaflexin üzərindən, bəli. Çünki onlar dupleyer altı möhkəm yapışacaq. Keçək digər tərəfə ki, görək ki, orada nə kimi işlərimiz gedir. Bu gördüyünüz mənzilin ön hissəsidir. Yəni, belə deyək də, bağçaya düşən ön hissəsidir. İki qabaqdan ibarətdir. Digər o düşür, digər bu bir tərəfə düşür. İki yanlarda artıq işlər müəyyən qədər görür. İndi gedək o bir tərəfdə sizə məlumat verməyə. Buradakı işlər haqqında deyim ki, görürsünüz artıq birinci sıranın məhsulları yapışdırılır. Bundan sonra isə digər yerlər başlayacaq. Burada yaşayış sahəyə düşən hissələr, bax bu hissələrdir. Bir də digər hissələr, görürsünüz, bu hissələr hamısı işlənəcək. Yuxarı o gördüyünüz kəllə ki var, bu hissə. Buraya ehtiyac olmayacaq izolyasiya etməyə, çünki onlar qeyri-yaşayış sahəsinə düşür. Görürsünüz, 16 yaşayışdır. Gəlib çatdıq yan tərəfə. Gördüyünüz kimi burada da Stena məhsulumuz. Üzəri gör nə gözəl görsənir, fikir verin. O bizim ustaların dili edəcək dığır-dığır. Görürsünüz, dığır-dığırdır. Əlbəttə ki, buna zavod boşu-boşuna, bəzən deyirlər, o şərhdə yazırlar ki, məhsul sokol üçündür. Hələ heç bizim də dildə demirlər. Yəni bünövrə üçün, yer üçün, döşəmə üçün, sokol üçündür. Sokol üçündürsə, bəs komfortla Stenanın nə mənası var? O adı ki, mən qoymamışam, zavod qoyub. Komfort və Stena. Stena divarlar üçün nəzərdə tutulanlardır. Komfort isə döşəmələr. Yəni qoyduğun yerə betonu tök keçsin. Yəni onun hər hansı bir yapışqanlıq kimi funksiyası yoxdur. Amma bunlarda görürsünüz, zavod təyinatı üzrə bir məhsulu çıxardır. Niyə motosiklet təkərini qoyub maşınıva sürmürsən? Təkərdir da. İndi sən də deməksən ki, məhsul yox, məhsul deyil, təyinatı üzrə. Tərkib eyni ola bilər, təyinat fərqlidir.
təyinat bu fasad üçündür, digərləri isə döşəmək üçün və yaxud digər yerlər üçün. O yerlərdə ki, onun üzərinə sulaq məhsulu vurulmayacaq. Beləcə, hörmətli izləyicilərimiz, artıq Şıxovda da gördüyünüz kimi izolyasiya işlərimiz, daha doğrusu desək, fasadın izolyasiya işləri tərəfimizdən icra olunur. Qarşı tərəfi bayaq göstərdik, yan tərəfi göstərdik sizə. İki ön hissələrdən birini, bağçaya düşən ön hissəni göstərdik sizə. İşlər texniki qaydalara uyğun icra olunur. İnşallah növbəti iş layihələrində görüşmək ümidi ilə. Məhsullarımızın ümumiyyətlə izolyasiya məhsullarının təyinatı üzrə izahlı satış yeri Abşeron Ticarət Mərkəzi 1-ci sıra 2-ci korpus 15-ci mağaza. Yaxınlaşıb məhsul seçimini, sifarişlərinizi verə bilərsiniz. Allah'a əmanət olun. Yeni iş layihələrində görüşmək ümidi ilə. 114 İzolyasiya qrupu xidmətinizdə.